Bugünkü mövzumuz qurd xəstəlikləri haqqında olacaq. İzləyici sualından yola çıxaraq qurd xəstəlikləri haqqında məlumat vermək istəyirəm. Ümumiyyətlə qurd xəstəliklərinin yayılması əhalinin sanitar-gigiyenik vəziyyətindən, həyat tərzindən, o cümlədən profilaktik tədbirlərin aparılması keyfiyyətindən asılıdır. Orqanizmə düşmüş qurd bağırsağa düşərək burada qida maddələrini mənimsəyərək özündən toksik maddələr ifraz edir və bu toksik maddələr müxtəlif sistem və orqanların fəaliyyətinə təsir edir və aşağıdakı əlamətlərin meydana gəlməsinə səbəb olur. Qarında tutma şəkilli ağrıların olması, köp və qazın yığılması, davamlı olmayan ishal, anus ətrafında qaşınma, ağızdan suyun gəlməsi, gecə yuxu zamanı dişlərin qıcanması, övrə tipli səpkilərin əmələ gəlməsi kimi şikayətlər meydana gətirə bilər. Necə diaqnoz qoyulur? Diaqnoz nəcisdə qurd yumurtalarının təyininə əsaslanır. O cümlədən valideynin görməsi də diaqnoz qoymağa əsas verir və lent testindən istifadə olaraq diaqnoz qoyulur. Diaqnoz qoyulduqdan sonra həkim tərəfindən müalicə mütləq həkim tərəfindən təyin olunmalıdır. Özbaşına qurd dərmanlarının qəbulu tövsiyə olunmur. Profilaktikasına gəldikdə isə adi, sadə, gigiyenik qaydalara əməl etdikdə qurd xəstəliklərini yoluxmamaq mümkündür. Yeməkdən əvvəl əlləri yumaq, tualetdən sonra əlləri yumaq, yataq dəstləri ütülənməli, ət yaxşı bişməli. Bütün bunlara əməl etdikdə qurd xəstəliklərinin qarşısını almaq mümkündür.